100 dənə sushi. Onu söz vermirəm. Amma nə qədər getsə yeyər. Kürək çox ağırdır. Ona görə kürəkdə adam həmişə təngə nəfəs olur. Hər kəsə salam əziz izləyicilərim. Hər kəsi xoş gördük. Bu günləri kürək məşqidir, kürək məşqi eləyəcəyik. Həmişə kimi zala gedəcəyik, görək nə var, nə yox. Sonra inşallah yavaş-yavaş ola bilsin kanalımızda yemək videoları da gəldi. Çox güman ki, yaxın zamanda sushiyə gedəcəyik. Belə maraqlı videolar, konseptlər gələcək. Yeməklə, yəni idman ikisi qarışıq olacaq bu YouTube-da. Burada mən yəni vlog tərzi çəkirəm bu videoları. Yəni mən müəllimlik eləmirəm. Sadəcə olaraq yəni idman eləyirəm. Neçə ildir bu idmanla məşğulam. 2 ildən çoxdur, 3 ilə yaxındır ki, bu idmanla məşğulam, fitness. Ona görə vlog tərzi çəkirəm. Yəni müəllimlik eləmirəm və yaxud da yəni tələbəm yoxdur hazırlaşdırdığım. Mikrofonumuzu da dediyim kimi mikrofonu xarab eləmişdi. iPhone tərəfi işləmirmiş. iPhone-a taxılan perikardik tərəfi işləmirdi. Type-C tərəfi yoxladım, işlədi. Biz də məcbur mikrofon almalı olduq. Ona görə yeni mikrofonu aldım. Bu mikrofonu aldıq. Bu daha yaxşıdır məncə. Hal-hazırda üstümdədir, görürsüz bu vəziyyətdə. 2 dənəli götürdüm. Çünki videolarda çox vaxt uşaqlarla çəkirəm. Ona görə onlara da taxıram. Başlığında belə bir küləyə qorumaq üçün qupqası da var. Belə tük yastıqçası da var. İndi inşallah bunlarda həm də səs biraz daha yaxşı olar. Videolarda çox vaxt ona görə üzürlü sayın, yəni məşqdə zalda mahnı çox olur, güclü zalda mahnı səsi gəlir, ona görə məcbur mikrofon çatdıra bilmir. Bir müddətdən sonra bahalı mikrofona da keçəcəyik, sonra fotoaparatla da çəkəcəm, fotoaparata da keçəcəyik. Hamısı yavaş-yavaş olacaq, amma elə birdən-bir olmur da, yavaş-yavaş eləmək lazımdır. Belə inşallah görək nə olur, axşam idmandayıq, kürəklə qol arxası olacaq. Çatmışıq əziz izləyicilər. Zaldayıq hal-hazırda. Bir dənə kreatin hazırladıq. Kreatin içib isinəcəm. Sonra da başlayacağıq kürək məşqinin birinci hərəkətinə. Bu birinci setdir. Başlayır. Həmişəki yerimizdən çəki qoyaq 70-ə də. Ağır gedəcək. Bir set tamam. 70 kilo koymuştum. 70 kilo var. Ağırdı ama. Ola bilsin belki 65 elədim. 65'e koydum. Azalttım. Əsas odur rahat geçsin. Çox da rahat yox, amma əsas əzələnin işlədiyini tam rahat bilimdə. Çox da ağır olmasına ehtiyac yox. Çünki düzgün işləməyəndən sonra ehtiyac yoxdur ağır işləməyə. Çəkini qoydum 65'e. Hoppa. 1 2 50'ye qoyaq. 4 tane de elə vurum. İki. Üç. Allah. İkinci setdə qutardı. Bir setdə məsəl üçün 10 dənə vurdunuz, normal çəkinlə qaldıra biləcəyiniz çəkinlə 10 dənə vurandan sonra yüngülə qoyun, bir 5-6 dənə də nə qədər gedirsə onunla da vurun.
Bu tükənişə getsin. Hər set tükənişə gedir. Allah. Neçə vurdun sən? 17. 25'e qoydum. Bilmirəm, o gedəcək. 22 eləyək birinci. Yüngül olsa artıraram da. Hələ bəlkə bu ağır oldu. 1 2 3 7 8 9 10 Bir dənə də 12 kilo ilə 3 4 5 6 dənə də belə getdi. 16 dənə, o pişi 1 set. Çəkini yüngülə qoydum amma sonradan 12'yə qoydum. 22 ilə işlədim amma birinci 22 ilə, sonra 12 ilə. 20 kilo ilə eləyəcəm. 22'də bir çəkini çəkdim, ona görə 20'yə endirirəm. 2 kilo azaltdım. Görək necədir. 8 9 Nə gedər 12 ilə də 1 2 7 Yandırdı dəhşət. İkinci setdə qutardı. Biraz dincələk 1 dəqiqə. Keçəcək 3-cü setə. Say neçədədir sən? 5 Çəkindəki 17-5 qəşəng. İşte. Təzə gəlmiş. Sadəcə 10'a qalıb, 10'dur. Həmişə gəldik 9'a qalıb. 9'a qalıb. Həmişə saat 11'in yarısı qutarırıq. 1 saat yarım məşq edirik, qutarırıq. Bugün tez gəlmişik. Yəqin ki, tez qutararıq, adam da azdır. 1 2 3 4 6 8 9 10 Bir dənə azaldırıq. 1 2 3 5 6 Deməli, əzizləyicilər, bu hərəkəti göstərməmişəm sizə. Bir-iki dəfə yoxlamışdım. Düzdür, biraz bilmirəm, ola bilsin ki, zədələmə ehtimalı var, amma çox ağırla işləməsəz zədələməz məncə. Bir set tamam oldu. 10 kilo qoymuşam mən. 10-10. 5 kilo da grift. 25 kilo eləyir. Çox da ağır deyil yəni. Mən üçün normaldır. İşləmək olur, getdi. 3 set bunu vuracam. İkinci setdir. İndiki ikinci set eləyirik. On 13 dənə elədim. 12 dənə də eləyə bilərsiniz. 10-12 arası. Kilo qoydum. 35. Yavaş-yavaş xeyli irəliləyiş var ha.
Bədən yükü böyüyür. Hə. Qəşəng, canavar. Əla. Bədən yükü figuraya gəlir. Üçbucaq. Bunları çıxardım. Çox sıxdır. Çıxar. Kəmər dəhşət sıxır adamı. Neçə kilo Ona görə işləyirsən? taxdım ki, çəkini 40 qoyacam. 40 ilə işləyəcəyik. Çünki çox ağır istəmirəm. Gələn video nə planlaşdırırsan? Gələn video hələ bilmirəm, amma videoda demişəm izləyicilərə. Onlar üçün yemək videoları çəkir. Sushiyə falan gedərik. Hə, 100 var. Sushi videosu gəlir. Sushiyə gedərik. 200 dənə sushi. Hə? 200 dənə sushi. Onu söz vermirəm. Amma nə qədər getsə yeyərik. Birinci set tutardı. 40 ilə işlədik. Sıra səndədir şey. İşləyək. Görək, bununla ucu yekunlaşırıq. 4-cü hərəkət tutarır. Ondan sonra qolun arxasına keçəcəyik yəni. Saat ucu onun yarısıdır. Qəşəng. Əla. 40 kilodur. 40 kilodur, qəşəng. Qəşəng. Aha, çalış özü çox arxaya aparma. Çalış özü çox arxaya aparma, ərinləmə. Qoyuram 45-ə. Qoyuram 45-ə çəkini. Biraz artıraq da. Biraz sürətlənmək lazımdır. Yəni çəkini azaldıb tükənişə doğru gedəcəm. Qoyuram 32-yə. Yenə. 2 3 5 6 16 dənə elədim. Setin tükənişinə getdim. Yoruldum. Kürək çox ağırdır. Ona görə kürəkdə adam həmişə təngə nəfəs olur. Bir kürəkdə, bir də ayaqda olur bu çox vaxt. Kürəklə kanet. Kürəklə qutardıq, keçdik qolun arxasına. Qolun arxasında birinci bundan baş verir, bazı hərəkətdə ona görə. Kəndirlə zadla yox, kəndirlə ikinci, üçüncü hərəkətlərdə. Hoppala, hoppala. Bir set tamam oldu. İkinci setdəyik. 2-5-2-5 artırdım çəkiləri. Elə bir ki oldu 12-5-12-5 də. Oh, 2 kilo 5 kilo dilim tapılmadı şu. 2-5-2-5 də çəki də, yəni 2 kilo sizə zarafat gəlməz. Elə bilirsiniz az çəkidir, amma yox 2 kilo da 1 kilo belə, yəni o belə yəni ağırlıq verir nə qədər. Əla, ikinci seti qutardıq. İkinci set qutardıq. Üçüncü seti də eləyib keçəcəyik kəndirlə işləməyə. Kəndirlə belə yana. Buraya çıx. Ağıllısan, nədir ki? 50 kiloya qoyub qatsın.
Ya mənə qoydu qaç. 35 dedin? Hə 35 olmaz. Ağıllısan. Getdik. Birinci setimizdə. Çəkini yüngüldür, 5-6 dənə də var. Bir set qutardı. Qol dolu bir. Neçə kilo işlədin birinci Hüseyin? Neçə? Birinci 17, sonra 12. 17, sonra 12. Hə, hə, Allah tükənişə qədər gedirsən. Dolu bə, hə. Birinci o baz olan hərəkət doldurdu əzələni. Pampladı. 22-yə qoydum, görün necə. Eybi yox. 2, 3, 4, 5, 7. 7 deyə hələ. Dirəndə eybi. 8, 9, 10, 1, 2, 3, 4, oy da nəfs ağrır. Öldürür. 5 dənə də 15 kilo ilə vurdum. 2 set tutardı. 1 setimiz qaldı. Sonra 3-cü hərəkətə keçəcək. İndi 3-cü hərəkətdir. Mən elə vaxt orada 1-ci hərəkət bundan başlayırdım. Ona görə 30 kilo işləyirdim. İndi bilmirəm, olacaq yoxsa yox. Görək də, yoxlayaq. Oh, 8 dənə oldu. Gözlərim ucu qaralır. Yoruldum. 2-ci setdə qutardı. 3-cü set eləyib, bəlkə 4-cü hərəkət eləmədik. Baxacam vəziyyətə. Əslində elə olmalıdır ki, 4-cü hərəkətə jü qalmamalıdır. Jü yorulmalıdır. 4-cü hərəkəti yorulmuşam. Aparat eləməyəcək. Evdə əvvəllər məşq elədiyim hərəkəti göstərəcəm sizə. Yəni, bunu bir çoxunuz bilir, bilməyənlər də bilsin. Yəni, bunu evdə də, ev şəraitində də eləyə bilərsiniz. Onun haqqında bir dənə video da çəkəcəm. Evdə məşqi. Sinə, çin, ev hərəkətlərində. Zala getməyən uşaqlar var. Zala getməyənlər üçün ayrıca bir video çəkəcəm, ev məşqi. Hərəkətləri göstərəcəm. Ona aid də video gələcək. Ona görə kanala abunə olun, dəstək olun. Like eləyin videolarımızı. Hərəkətimiz budur. 3 set 10 təkrar eləyəcəksiniz. 10, 12. Bu polunu uzadırıq. Qalxdın, yendir. Üç set bunu eləyirsiniz. Demək olar ki, öz 8-i qaldırıb yendirirsiniz. Yəni, bu da yaxşıdır. Yəni, aparat olmasa da olar. Bunu da işləsəz yaxşıdır. Sözsüz aparatları tamam başqadır. Amma yəni, dördüncü setimiz də olsa, 4-cü hərəkətimizdir. Yəni, aparatda olmasa da olar. Demək olar ki, doludur. Ona görə elə bunu eləyəcəm 3 set. Onunla da yekunlaşdıracağıq məşqi. Gedəcəyik evə. On iki dənə elədim. 3 set tamam oldu. Yavaş-yavaş biraz da kardiyo eləyəcəm. Hər məşqin axırında kardiyo eləyəcəm. Çünki qarnımda biraz yağ var. Onu aparmaq üçün.
Biraz kardiyo eləyəcəm, bir 10 dəqiqə, 15 dəqiqə, sonra da yekunlaşacaq. Kanala abunə olmağı unutmayın, bildirimləri açmağı unutmayın ki, videoları paylaşdıqca sizə bildirim gəlsin. Dəstəyinizi gözləyirəm, sevilirsiniz. İzləmədə qalın. İnşallah maraqlı videolar yenə gələcək. Kardiyomu eləyim, yavaş-yavaş tərpənəcəm evə.